Müminin qəlbində ruhi cismilər candır Əli, Kəbətullahdır cəmalun vəçü yeksandır Əli. Həm şəriətlə təriqət, mərifət, həqiqət, Heydər-ü Kərrardır, şir əslandır Əli. Yeryüzündə insanlar deyir, Əlidir ya vəli, göy üzrə mələiklər oxur, nur yezdandır Əli. Ey Nəsimi, sübh-şam yad et, Əlinin ismini, ismi məşhur-i cahandır, din-i imandır Əli. Bu havazatın üstündən sözü Şeyx Əbdüllə versək, həm Şah-İsmail Xətayinin həm də film haqqı çox maraqlıdır. Yəni, mən də bu filmə biz görək, kömək edək. Bu film maraqlı olacaq, buyurun. Əvvəla məni bura məhz Xətayinin işığı yox, məni bura Həzi Sultanın işığı gətirir. Çünki mən heç yatanda yuxuma da girməzdi ki, mən yəni neçə illərdir ssenarinin üstündə işləyəndə tuğ-ı lənət olub yapışmışdım Oqtay müəllimin yaxasından. Gecə gündüz bu kişi bizim əlimizdə rahatlıq tapa bilmirdi. Və mən təsadüfən bu işlə bağlı Nazirlər Kabinetinə dəvət olunanda burada hörmətli Elçin Əfəndiyev mənə dedi ki, belə bir kitab var. Sənin ondan xəbərin varmı? Mən dedim, qətiyyən xəbərim. Və o kitabı Elçin müəllim verdi mənə və mən siz inanın ki, o kitabı bir gecə qaraqladım və səhərsi gün mən ümumiyyətlə yalan danışan adam deyiləm və mən çox səmimi, boynuna kəfən taxan adamam. Yəni, mən bu xalqın, bu əqidənin, bu məsləkin yolunda boynu kəfənliyəm. Mənim boynumda kəfən olmağımı artıq müəllim də bilir. Hətta bir dəfə zarafatça deyir, kəş sənə bir 10-15 lərlə rast gəliyim. Mən bu fikir maşınıyım. Və mənim sənət dostum, mənim şəxsi dostum Ənvər bəy, sizin gözəl mahalın, necə deyərlər, kürəkəni və mənə bələdçilik elədi, başqa bir yoldaşla və biz tələm-tələsik Şeyx Hacının görüşünə gəldik və biz çox gözəl bir gün keçirdik burada və əhd-i peyma elədik ki, inşallah bizim yoldaşlığımız, söhbətimiz inşallah bundan sonra davam edəcək. Şah-İsmail Xətai fenomeni məhz bugün Azərbaycan xalqının o istinad nöqtəsidir ki, və burada yoldaşlar dedilər ki, o istinad nöqtəsidir ki, biz bu kişidən tək bir sahədən istifadə eləməklə öz işimizi gərək bitmiş hesab eləməyək. Çünki Şah-İsmail Xətai bir adam böyük, Şah-İsmail Xətai bir şəxs böyük və Şah-İsmail Xətai nəhayət Azərbaycan adlı nəhəng bir mədəniyyətin, Azərbaycan adlı nəhəng bir tarixin, Azərbaycan adlı nəhəng bir mirasın iki qolundan gələn böyük şəxsiyyətdir ki, bunun bir tərəfində qəhrəmanlıq, bir tərəfində namus, qeyrət keşkimiz, əlamətlərimiz varsa, İkinci tərəfində böyük mədəniyyətimiz, dilimiz, tariximiz, dövlətçiliyimiz var. Və Şah-İsmail Xətai bunların içindən haykırıb çıxıb gəlib. Şah-İsmail Uzun Həsəndən gəlib, Sara Xatundan gəlib çıxıb. Şah-İsmail Xətai Cüneyddən gəlib, İsaq Ərdəbildən gəlib, Şeyx Heydərdən gəlib çıxıb. Yəni elə bu Şah-İsmail Xətai yerindən çıxmıyor və öz başına da mənə gəlmir. Və bugün bizim üçün auditoriyalarda müqəddəs maksimum imkanlarımız, əlaqəsiz burada uşaqlarımız iştirak edir və məhz bu dərddən danışmalıyıq və heç təsadüf deyil ki, burada mənlə gələn cavan yoldaşlarımız, bizim gözəl şairimizdir, gözəl aktyorumuzdur, burada Əlsəflər Nail iştirak edir və mən ondan xahiş edəcəm, onun məhz bizim bu məclisə yarayan, bizim bugün bu xalqa deyiləci gözəl bir şeir var, xahiş edər, onu oxuyar və çox hamımıza üzr istəyirəm, mənim oğlum da burada iştirak edir, o da bu işin xəstəsidir, fikirləşir bir qədər görəydə sənəsiyonuzu öldürmüslər və deyirəm, əgər sizin alnınıza, heç narahat olmayın, sizin alnınıza əgər mənim adlı bir nökər yazılıbsa ki, hələ mən bir 20 ilə sizi dolandırım, yedizdireyim, demək mən yaşayacağım. Yox, yazılmayırsa, demək özünüz fikirləşin, öz başlıyorsunuz, saxlayarsın inşallah. Və mən çox doğrudan da sevinirəm ki, və yoldaşlar dedilər ki, uzaq bir yerdə, Buzovnada, mən üçün uzaq yaxın yer yox. Məmləkətin hər yeri eynidir, cənnət məkan məmləkət. Və mən daha da ona görə sevinirəm ki, mən daha da ona görə şadam ki, və daha ona görə sizə biraz çox başarısı verib vaxtınız adıram ki, məhz elə Azərbaycanın əxlaqı, Azərbaycanın soy kökünə qayıdış, Azərbaycanın milli adəti, ənənələri
yaxşı şeyləri, ondan sonra atçaq müsəlmançılığı və s. elə bu müqəddəs torpaqlarda qorunub saxlanılır. Və bu işlərə girişdikcə, bu işləri öyrəndikcə, yəni yavaş-yavaş ağıllandıqca, indi məni yavaş-yavaş əsməcə tutur. Məni qorxu tutur və ona görə də mən eşidəndə ki, Cənnət Məkan Buzovnada Hacı Sultan adlı gözəl sinəsini qabağa verən bir oğlan var ki, mənlə çiyin yoldaşıdır, lazım gəlsə mübarizəyə onun ağzına gedə bilər, mən tez qaçıb gəlib ona pənah gətirirəm, onun böyrünə sıxdıram.